izləyiciləri, sizə bugünkü videoda deməli 7-ci siniflər üçün keçirilmiş fənn müsabiqələrinə aid fizika suallarının izahını verəcəm. Hər birinizdə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıram. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Əvvəlcədən təşəkkür. Birinci sualdan başlayaq. Yalnız xəttkeş vasitəsilə hansı fiziki kəmiyyəti birbaşa təyin etmək olmaz, müəyyən etmək olmaz? Deməli, baxırıq burada kəmiyyətlərə. Uzunluq məsələn, vahidi metrdir. Yer dəyişmə vahidi metrdir. Yol vahidi metrdir. Təcilin vahidi isə metr böl saniyə kvadratıdır. Deməli, xəttkeş vasitəsilə birbaşa təcil ölçmək olmaz. Doğru cavab C. İkinci sual. Cisim radiusu 6 metr olan çevre üzrə bərabər sürətlə hərəkət edir. Cismin sürətinin 9 metr saniyə olduğu məlumdursa, dövrətmə periodunu hesablayın. Bildirik ki, çevre üzrə bərabər sürətli hərəkətdə sürət V bərabərdir 2 pi r bölünsün T düsturu ilə hesablanır. Buradan periodu tapmaq üçün 2 pi r bölünsün V ifadəsindən istifadə edirik. 2 vurulsun pi 3'dür, r 6, sürət isə 9 metr bölünsün saniyədir. Yuxarıda olur 36, 36 bölünsün 9 bərabərdir 4 saniyə. Doğru cavab A. Verilmiş termometrin mütləq xətasını hesablayın. Bilirik ki, mütləq xəta bərabərdir 1 bölgünün yarısına. 1 bölgünün yarısını necə tapırıq? 2 qonşu uzun çizgini götürürük. Deməli, burada 2 dənə çizgi var. Onların fərqi isə 10-0, deməli 10'a bərabərdir. 1 bölgü bərabər olacaq 10 çıxılsın 0 bölünsün 2 bölgü var burada, bölürük 2. 10 böl 2 bərabərdir 5 dərəcə Selsi. Xəta da dedik ki, 1 bölgünün yarısıdır, yəni 5 bölünsün 2 bərabər olar 2,5 dərəcə Selsi. Doğru cavab D. Növbəti sual 4. Eyni radiuslu metal kürələr toxundurub ayrıldıqdan sonra hər birinin yükü 15 olarsa, ikinci kürənin əvvəlki yükünü tapın. Deməli, bildik ki, yükün saxlanma qanununa əsasən yüklərin əvvəlki cəmi, yəni Q1 üstəgəl Q2 bu əvvəldir. Sonraki isə Q1 ştrik üstəgəlsin Q2 ştrik olur. Əvvəlcə yüklərin cəmi nə qədərdir bilmirik. Ona görə 18 üstəgəlsin Q2 yazırıq. Sonra isə hər birinin yükü 15 olub. Yəni 15, digəri də 15 olub. Demək, cəm 30 idi. Sonra da 30 olub, əvvəldə 30 olub. Yəni Q2 üstəgəl 18 bərabərdir 30'a. Demək, Q2 bərabər olar 12 Q-yə. Doğru cavab B. 5-ci sual. Uyğunluğu müəyyən edin. Cisimlərin müsbət, mənfi elektroneytral olmasını müəyyən etmək lazımdır. Bilirsiniz ki, cismin və ya sistemin yükü müsbət və mənfi yüklərin cəminə bərabərdir. Ona görə yüklərin işarəsinə görə yüklərin sayına baxırıq. Deməli, qırmızı rəngdə olan müsbət yüklərdir. Sayırıq 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə müsbət yükümüz var. 1, 2, 3, 4, 5 dənə mənfi yükümüz var. Cəm olacaq burada müsbət 2. Deməli, bu birinci cisim olacaq müsbət yükdür. İkinciyə baxırıq. Qırmızıların sayı yenə müsbətləri göstərir. 1, 2, 3, 4, 5, 6, 7 dənə müsbət var. Mənfilərin sayı 3, 4, 7 dənə də mənfi var. Bunların cəmi 0'dır. Deməli, bu elektron neytraldır. C. Deməli, üçüncüdə də müsbətlərin sayı 5, 7 dənə. Mənfilərin sayı deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Bunların da yüklərin cəmi mənfi 1 olur. Deməli, bu da mənfi yüklənmiş cisimdir. Deməli, cavab olacaq A, C, B, D variantı. 6-cı sual. Elektrik cəryanı ilə əlaqədar hansı fikir yanlışdır soruşur. Elektrik cəryanının, yəni cəryan şiddətin vahidi amperdir, düzdür. Elektrik cəryanı 250 nizamlı hərəkətin nəticəsidir, düzdür.
Elektrik cərəyanı ölçən cihaz voltmetrdir. Voltmetr deyil, ampermetrdir. Ampermetr. Deməli, C variantı yanlışdır. D variantına elektrik cərəyanı canlılar üçün təhlükə ola bilər. Bəli, elektrik cərəyanı canlılar üçün təhlükəli ola bilər. Doğru cavab C. 7. Yolun birinci yarısında avtomobilin sürəti 36 km/saatdır. İkinci yarısında isə 15 metr/saniyədir. Bütün yolda orta sürəti tapmaq tələb olunur. Əvvəlcə hər ikisini eyni vahidə gətirərik. 36 km/saat. Bundan metr/saniyə keçmək üçün minə vururuq. Çünki 1 kilometr 1000 metrdir. 1 saat da 3600 saniyədir. İxtisarlara aparsaq, demək qalacaq neçə? 10 metr bölünsün saniyə. İkinci yarısındakı sürəti də V2-dir. O da olar 15 metr bölünsün saniyə. Bilirik ki, yollar ardıcıl və bərabər olanda orta sürəti tapmaq üçün hazır düstur da var. Ondan da istifadə edə bilərsiniz. Və orta bərabərdir. 2 V1 V2 bölünsün sürətlərin cəmi. V1 üstəgəl V2. Deməli, V orta bərabər 2 vurulsun V1 10 idi. 10 vur 15. Bölünsün bunların cəmi. 10 üstəgəl 15. Yuxarıda olacaq 300. Aşağıda 25. İxtisarlı apararıq. 5-ə ixtisar etsək, aşağıda 5, yuxarıda 60. 60 bölünsün 5 də eləyər 12. Doğru cavab B variantı. Cisimlərin elektrik yükünün olub-olmadığını müəyyən etmək üçün hansı cihazdan istifadə etmək olar? Məsələn, A. Ampermetr cəryan şiddətini ölçür. Asiloqraf rəqsləri müşahidə etmək üçün istifadə olunur. C. Voltmetr gərginliyi ölçmək üçün istifadə olunur. Deməli, cisimlərin elektriklənməsini müəyyən etmək üçün elektroskopdan istifadə olunur. Növbəti sual. Aşağıdakı dövrələrin hansının qurulmasından zəng səsi gələr, yəni zəng çalar? Birincidə görürük ki, zəng var, ancaq açar açıqdır. Deməli, bu işləməz. İkinci dövrədə görürük, zəng yoxdur, lampa var. Deməli, buradan da zəng səsi gəlməz, həm də dövrə açıqdır. Üçüncüdə isə, deməli, zəng var və açar qapalıdır. Deməli, buradan zəngin səsi gələr. Dörddə isə mənbə lampaya qoşulub, lampa yanar, ancaq buradan zəng səsi gəlməz. Deməli, bizə nə lazım idi? Zəng səsi gələr, yəni zəng çalar. Doğru cavab olacaq burada C variantı. Gəldik 10-cu suala. Uyğunluğu müəyyən edin. Elektron, proton və neytron üçün. Elektrik cəhətdən neytraldır. Neytral olan hansıdır? Neytron, yəni yükü yoxdur bunun. Deməli, proton müsbət yüklüdür. Mənfi yüklü zərrəcikdir, elektron. Deməli, 1C, 2B, 3A. CBA. Doğru cavab A. 11-ci sualda fəhlə döşəmə üzərində olan yükü döşəməyə paralel istiqamətdə sağa doğru hərəkət etdirir. Bu zaman yük ilə döşəmə arasındakı sürtünmə qüvvəsi hansı istiqamətdə olar? Deməli, dartı qüvvəsi yönəlib sağ tərəfə, sürtünmə qüvvəsi isə onun əksinə yönələcək və toxunan səthlərə paralel olmaqla sola yönəlir. Doğru cavab B. 12. Velosipedçi sürətini 4 metr/saniyə azaltdıqda müəyyən yolun gedilməsi üçün sərf olunan zaman 5 dəfə artır, əvvəlki sürəti tapın. Deməli, uşaqlar, bilirik ki, buradan S bərabərdir VT düsturuna əsasən. Deməli, yol bərabərdir sürət vurulsun zaman, söhbət bərabər sürətli hərəkətdən gedir. Burada yəqin ki, nəzərdə tutulub ki, əvvəlcə müəyyən sürətlə getsə, bu qədər vaxta çatacaq. Başqa sürətlə getsə, təbii ki, daha sürət az olsa gec çatacaq. Yəni, burada qəbul etməliyik ki, baxılan halda sürət sabitdir. Deməli, sürət, yol eynidir, eyni yol gedilməlidir. Sürət azalıbsa, təbii ki, zaman artacaq, daha gec gedib çatacaq ünvana. Deməli, burada nə edə bilərik? Sürət azalıb 4 metr/saniyə. Yazıram V2, sonraki sürət əvvəlkindən 4 vahid azdır. Zaman isə 5 dəfə artıb. T2 bərabərdir 5T1. Deməli, zaman 5 dəfə artıbsa,
sürət 5 dəfə azalmalıdır. Onda V1 bölünsün 5 yazıram. Burada yaza bilərik ki, V1 bölünsün 5 bərabərdir V1 çıxılsın 4-ə. Hər tərəfin 5-ə vursaq, V1 bərabərdir 5V1 çıxılsın 20. Deməli, 4V1 20-dirsə, onda V1 olar 5 metr bölünsün saniyə. Doğru cavab A variantı. Tarazlıq nöqtəsi ətrafında rəqs edən yaylı rəqqasın bir period ərzində getdiyi yolu tapın. Bilirik ki, bir period ərzində gedilən yol 4 amplituda bərabərdir. Tutaq ki, burada O nöqtəsindən gəlib elə gəlib, nə qədər yol gedər? Deyək ki, A qədər, A amplituddur. Sonra L-dən O-ya gəlib, yenə A qədər yol gedər. O-dan K-ya A qədər yol gedir. Bir rəqs eləməsi üçün yenidən O nöqtəsinə qayıtması lazımdır. Demək, bu oldu nə? Bir period ərzində gedilən yol. Hətta burada zamanları da göstərmək olar. T/4 qədər, T/4 qədər zaman sərf olunur hər bir hissədə. Deməli, ümumi gedilən yol 4AN-dir. Bunu dərsliklərdə də bu cür düstur var, görmüsünüz. Bir rəqs edibsə N 1-ə bərabərdir. Onda gedilən yol 4A-dır. A amplituddur və o da verilib burada 20 santimdir. Yəni 0,2 metr. 4 vurulsun 0,2 bərabər olar 0,8 metr. Doğru cavab D. 14. A nöqtəsinin saat təqrib istiqamətində çevrə bərabər sürət hərəkət edib başlayan cisim B nöqtəsinə 6 saniyə gəlir. Bu cismin hərəkət sürətini hesablayın. Demək, cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. Müşahidə başlayan anda A nöqtəsindədir cisim. A nöqtəsindən gəlir hara? B nöqtəsinə. Çevrə üzrə bərabər sürətlə hərəkət edir cisim. A nöqtəsindən B nöqtəsinə gəlir saat əqrəbinin hərəkəti istiqamətində. Deməli, A-dan B-yə nə qədər vaxta gəlir? 6 saniyəyə gəlir. Deməli, biz də tapmalıyıq sürəti. Bunun üçün V bərabərdir S bölünsün T düsturundan istifadə edə bilərik. AB məsafəsi bərabərdir S-ə. Buradan görürük ki, əgər A-dan başlayıb yenidən A-ya gəlsəydi, çevrənin uzunluğu qədər yol gedərdi. Burada gedilən yol S ümumi çevrə uzunluğunun 1/4-ə bərabərdir. L bölünsün 4. Deməli, L nə qədər olur? Bir çevrənin uzunluğu 2pi R-dir, bölünsün 4. Aşağıdan qiymətlərin yerinə qoyaq. 2 vur 3. R nə qədərdir? 100 metr. 100 bölünsün 4. Bu da eləyər, deməli, 2 ilə 4-ə aparsaq aşağıda 2, 300-ü bölsək 4-ə 150 metr. Deməli, bunun getdiyi yol A-dan B-yə 150 metrdir. Gətirib aşağıda yerinə yazarıq. 150 bölünsün 6. Bu da eləyər, deməli, nə qədər? 25 metr bölünsün saniyə. Doğru cavab B. Gəldik 15-ci suala. Şəkər və xörək duzu üçün L-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, hər ikisi ağ rəngdədir. Bunu gündəlik həyatınızdan görürsünüz. Dadı şirindir. Təbii ki, şəkərin dadı şirin olur. Təxminən 801 dərəcədə əriyir. Bu xörək duzuna aiddir. Deməli, burada A yazmışam, 1 yazmalıyam. Deməli, hər ikisi ağ rəngdədir. Deməli, 801 dərəcədə əriyir xörək duzu. Təxminən 186 dərəcədə əriyir, deməli, şəkər. Dadı duzludur. Təbii ki, xörək duzu şirin olmayacaq. Burada bir 5 yazarıq. Bərk maddədir. Deməli, hər ikisi bərk haldadır. Deməli, 2, 4, 1, 6, 3, 5 olan doğru cavab B. 16. Şəkildə hər birinin həcmi 2 kub santim olan 3 müxtəlif metal verilmişdir. Bu metalların kütlələrini müqayisə edin. Deməli, bilirik ki, cismin kütləsi onun sıxlığı ilə həcminin hasilinə bərabərdir. Və şərtdə deyir ki, hər birinin həcmi 2-dir. Deməli, biz bir-bir bunların kütləsini hesablamamıza ehtiyac yoxdur. Həcmlər eynidirsə, sıxlığı böyük olanın kütləsi böyük olacaq.
Baxaq sıxlıqlara. Hamısı qram bölü santimetr kubla verilib. Tərtiblər eynidir. Deməli, birincinin sıxlığı 7,4-dür. İkincidə 21,4. Üçüncüdə 7,86. Ən böyük hansıdır burada? Deməli, 2. Rho 2 böyükdür. Rho 3-dən. Rho 3-dən. O da böyükdür. Rho 1-dən. Deməli, kütlə sıxlıqla düz asılıdır. M2 böyükdür. M3 böyükdür. M1 olacaq. 2 böyükdür, 3 böyükdür, 1. Doğru cavab C. 17. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin periodu 5 saniyədir. Tezliyi tapın. Bilirik ki, tezlik periodun tez qiymətinə bərabərdir. 1/5 bərabərdir 0,2 saniyə üstü -1 də deyirsiniz buna və ya 0,2 1/saniyə və ya hertz də demək olar. Doğru cavab D. 18. Kub şəkili bir cins KV cisimlər vermişdir. K cisminin kütləsi E cisminin kütləsindən 2 dəfə çoxdur. Deməli, MK E cisminin kütləsindən 2 dəfə çoxdur. Yazıram ML. Digər tərəfdən də bilirik ki, kütlə sıxlıqla həcmin hasilinə bərabərdir. Kubun həcmi də tirinin uzunluğunun kubuna sıxlığı hasilinə bərabərdir. L kubu deyək, qarışmasın. Gətirib aşağıda yazacaq. Deməli, MK-nın əvəzinə yazıram Rho K vurulsun. Tirinin uzunluğu A kubu bərabərdir 2 vurulsun Rho L vurulsun tirinin uzunluğu 2A'dır. Bunda kubu eləyər 8 A kubu. A kubları ixtisar olunar. Deməli, Rho K bərabərdir 16 Rho L-ə. Deməli, K-nın sıxlığı L-in sıxlığından 16 dəfə böyükdür və bizdən həmin nisbəti soruşur. Onlar 16. 19. Başlanğıc sürəti 4 metr/saniyə olan V0 4 metr/saniyədir. Cismin təcili 2 metr/saniyə kvadratıdır. Yeyinləşir, yəni sürəti artır. Təcil də 2-dir. Nə qədər müddətə sonra sürəti 24 olar deyir. Son sürət də 24 metr/saniyədir. Bizdən zamanı soruşur. Bilirik ki, təcil bərabərdir V-V0 bölünsün T. Buradan da T-ni tapsaq, T bərabərdir V-V0 bölünsün A. V 24'dür, çıxılsın 4 bölünsün A da 2'dir. 20 bölünsün 2 bərabərdir 10 saniyə. Doğru cavab B. Gəldik 20-ci suala. 2 πr(n) böl V düsturunun hansı kəmiyyət təyin olunur? Deməli, 2 πr(n) çevrənin uzunluğu 2 πr-dir. Vururuq dövrlərin sayına, bu yolu verir. Yolu da zamana böləndə, yolu da sürətə böləndə zaman alınır. Yəni, L böl V olur, zaman. 21-ci şəkildə sürətləri uyğun olaraq VA 14, VB 16 olan iki avtomobilin müəyyəndəki vəziyyətləri göstərilib. Bu andan neçə dəqiqə sonra avtomobillər bir-biri ilə toqquşar, neçə dəqiqə sonra. Deməli, cisimlər arasındakı məsafə verilib bizə, nə qədərdir? Deməli, məsafə S bərabərdir 3,6 kilometrdir, bu da 3600 metr olar. Onlar qarşı-qarşı gəldiyinə görə görüş müddətləri S bölünsün VA üstəgəl VB olar. Məsafə 3600'dür. Bölürük 14 üstəgəl 16. 3600 böl 30. Bu da eləyər 120 saniyə. Bizi zaman soruşur dəqiqə ilə. Bu da eləyər 2 dəqiqə. Doğru cavab A. 22. Cisim diametri 40 cm olan çevre üzrə 12 metr/saniyə sürətlə hərəkət edir. Döyətmə tezliyini tapın. V bərabərdir 2 πr(n) və ya diametr bərabər 2r olduğuna görə V bərabərdir πdn olacaq. Buradan da tezliyi tapsaq, V bölünsün pi vur d olacaq. V 12'dir,
pi 3'dür. Diametri 40 santimdir. Yəni 0.4. Deməli 12-ni bölürük 1/10-2. Bu da eləyər 10 saniyə üstü -1. Doğru cavab C. 23. Cismin bütün hərəkət müddətində orta sürəti 6-dır və orta 6 metr/saniyədir. T1 10 saniyədir. İlk 10 saniyədə sürəti olub 5 metr/saniyə. Sonra son 5 saniyədə, yəni T2 bərabərdir 5 saniyə. Bizdən soruşur sürəti nə qədər olub. Bilirik ki, orta sürət və orta ümumi yol bölünsün ümumi zamandır. Yəni S1 üstəgəl S2 2 hissədən ibarət olduğuna görə S-lər və T-lər S1, S2, T1, T2 şəklindədir. Onu da yerinə yazmaq olar. S1-in əvəzinə V1, T1 üstə gəlsin V2, T2. Aşağıdakı zaman ümumi olduğuna görə onu da ayrı-ayrı yazaq. T1 üstə gəl T2. Yerinə qoyaq verilənləri. Orta sürət yola görə bütün hərəkət müddətində sürət 6 olub. V1-imiz 5'dir. 5 vur. T1 də 10'dur. Üstə gəlsin. V2 vurulsun. T2 də 5 saniyədir. Bölürük ümumi zamana, yəni 15'ə. Deməli 5 V2 üstə gəlsin 50 bərabərdir 90'a. 5 V2 40'dır. Onda V2 neçə olacaq? Deməli 8 olar. 8 metr/saniyə. Doğru cavab A. 24. Bir-birinin üzərinə qoyulmuş 4 eyni kub A, B və C vəziyyətlərindəki kimi tarazlıqdadır. Kublar sisteminin yeri nəzərən potensial enerjilərini müqayisə edin. Deməli, bilirik ki, potensial enerji Y potensial bərabərdir MGH. Eyni kublardandır. 4 dənə kütlə eyni olacaq ümumi. J eynidir. Deməli, Y potensial H-dan. Yəni, cisimlər sisteminin, kublar sisteminin ağırlıq mərkəzinin yerdən olan hündürlüyündən asılı olacaq. Deməli, burada nə eləmək olar? Kubların sayına görə kütlələr eyni olduğundan, sayına görə bunların ağırlıq mərkəzini təyin eləmək olar. Birinci A-ya baxaq. A halına. HA. Ümumi kubların sayı 4 dənədir. Kütlə ilə də ifadə eləmək olardı. Kütlələr eyni olduğuna görə, kublar eyni olduğuna görə mən burada hündürlüklə sayı əlaqələndirib tapacağım. Aşağıda neçə dənə kub var? 2 dənə. Tirinin uzunluğu A-dırsa, bunların ağırlıq mərkəzinin yerdən olan hündürlüyü A/2'dir. Eyni qayda ilə bir dənə şəkildə göstərəcəm. Burada isə hündürlük nə qədər olacaq? Aşağıdakı kubun tirinin uzunluğu A-dır, yuxarıdakı 0.5A. Burada olacaq, deməli 2'də 3A. Və ən yuxarıdakında isə nə qədər olacaq? 2 dənə tam kub var, bir də yarısı 2'də 5A kimi göstərmək olar. 2'də 5A. Kəsilən 2 ilə saxlayacağım, toplama asan olsun. Deməli, aşağıda neçə dənə kub var? 2 dənə. Sayı 2 dənədir. Ağırlıq mərkəzi A/2. Üstündə 1 dənədir. Say vurulsun. 3A/2 üstə gəlinsin. Yuxarıdakından 1 dənədir. 1 vurulsun. 5A/2. Bunu hesablayaq. 2'lər məxrəcdə 2. Yuxarıda 2A, 3A, 5A. Bu da elədi 10A bölünsün 4. Bu da elədi deməli 4'də 5A. Eyni qayda ilə B-yə baxaq. B kublar sisteminə. Yenə burada say 4 dənədir. 4'ə böləcəm. Aşağıdakı 1 dənə ağırlıq mərkəzi yerdən A/2 məsafədədir. 1 vurulsun A/2. Üstündə də 1 dənəsi var. 1 vurulsun. O artıq A üstə gəlsin, bir də A/2'dir. Yenə eləyər 1/5A. Yəni 2'də 3A üstə gəlsin. Ən yuxarıda 2 dənədir. 2 vurulsun.
2 tam hündürlük var, bir də yarısı. 2,5-dir. Onda 2də 5 A kimi yazmaq olar. Yenə yuxarıda ortaq məxrəc 2, A üstəgəl 3A. Elədi 4A üstəgəl 10A. Bu da edər 14A. 14 ilə 2-ni xısa elədik 7. 7A böl 4. Gəldik C cisminə. Yenə eyni qayda ilə aşağıda 4 yazıram. 4 emdir. Ona görə kütlələr eyni olduğuna görə 4 yazıram. Demək, aşağıda bir dənəsinin ağırlıq mərkəzi 1A bölü 2. Üstündə 2 dənə var. Onların da 1,5 A-dır. Yəni 2də 3 A yazıram. Üstə gəlsin bir dənədir. Onda 2,5. Yəni 2də 5 A şəklində yaza bilərik. Yenə ortaq məxrəclər 2. A üstəgəl 6A 7. A üstəgəl 5. 12A. Bu da edər 4də 6A. Müqayisə edirik bunları. Birində 7A bölü 4-dür. O birisində 5, deyəndə 6. Deməli, HB böyükdür HC-dən, böyükdür HA-dan. Deməli, potensial enerjidə düz asılı olduğuna görə B böyükdür YC-dən, böyükdür YA-dan. Deməli, BCA olan variant D variantı olur. Gəldik 25-ci suala. Füzuli parkında yerləşən karuselin kənar nöqtəsinin sürəti 3,5-dir, radius 14-dür. Hətəm karusel minərək 6 dəqiqə müddətində fırlanır. Hətəmin ümumilikdə ödədiyi məbləği müəyyən edin. Karuselin 5 dövrəsinin qiyməti 2 manatdır. Birinci baxmalıyıq, bu neçə tam dövr edir. Deməli, V bərabərdir 2 pi r n böl T-dən N-i taparıq. N də bərabərdir VT böl 2 pi r. Sürət 2, dası V 3,5-dir. 3,5. 6 dəqiqədir. Saniyə çevirsəm, 6 vur 60. 360. Bölünsün 2 vur 3 vur. Radius 14-dür. Deməli, ixtisarlar aparsaq 60. Deməli, bunları aparsaq, yuxarıda qaldı 60. 3,5-dən də 14-ə aparsaq qalar 4. 60 böl 4. Elədi 15 dövr. Deməli, 5 dövrün qiyməti 2 manatdırsa, 15 dövrün qiyməti X. Deməli, 3 dəfə çox olmalıdır. X bərabər olacaq, düz hesabladıqda 6 manat. Doğru cavab olacaq 6 manat C variantı. Hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşək. Kanalı izləyin.